Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Quliyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Quliyev Cavanşir Tahiroğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, eyni zamanda müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu faktları müəyyən edilmişdir. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, unlu qənnadı məhsullarının antisanitar şəraitdə emal olunduğu və mənşəyi məlum olmayan xam mallardan istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət və arşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılana dək dayandırılıb.